Salam dəyərli dinləyici. Bugünkü xüsusi dərin təhlilimizə xoş gəlmisiniz. Bilirsiniz, bəzən bir otağa girirsiniz, kimsə sadəcə salam deyir və siz dərhal düşünürsünüz ki, mən bu insanla dost olacağam. Dəqiq. Ortada heç bir məntiqi səbəb yoxdur. Bəli, yəni dərin bir söhbət falan keçməyib, sadəcə olaraq o ani qığılcım var. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Çünki bugün əlimizdəki mənbə çox qısadır, amma qısaldığı qədər də insan təbiətinin ən dərin sirlərindən birinə toxunur. Çox güclü bir sualdır doğrudan da. Eylədir. Sizin bizə göndərdiyiniz o yeganə missiyamız budur. Niyə bəzi insanları dərhal sevirik? Burada ən maraqlısı odur ki, bizə göndərilən bu mətndə konkret bir cavab yoxdur. Sadəcə bir cümləlik sualdır. Tamamilə. Və bu əslində bizim üçün böyük bir üstünlükdür. Çünki bu sualın özü bizim fərqli insanlarla necə avtomatik əlaqə qurduğumuzu ön plana çıxarır. Bizi dayandırıb şəxsi təcrübələrimizi sorğulamağa vadar edir. Yəni, o cazibəni hiss edirik, amma səbəbini bilmirik. Açığı mənə həmişə qəribə gələn bir məqam var. Hansı məqam? Adi bir, məişət əşyası alanda günlərlə rəyləri oxuyuruq, tərəddüd edirik, ölçüb biçirik. Aha, düzdür. Hər detala fikir veririk. Amma kimisə həyatımıza daxil etmək kimi çox vacib bir qərarı bəzən göz qırpımında veririk. Sizcə, bu ani bağ qurma hissi göz qırpmaq kimi idarə edilməz bir refleksdir? İdarə edilməz refleks maraqlı yanaşmadır. Yəni, kimsə otağa girir və sanki beynimizdəki, necə deyərlər, uyğunluq radarı anidən siqnal verir. Bax, uyğunluq radarı doğrudan da çox gözəl bənzətmədir. Və əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, doğrudan da heyrətamızdır. Necə yəni? Yəni, bəzən ən böyük qərarlarımız elə bu kimisə həyatımıza daxil etmək kimi heç bir məlumat yükü olmadan baş verir. Yalnız bir anlıq instinktlə. Lakin o radar havadan yaranmır, bilirsən. Yəni, anadan gəlmə deyil. Əsla. Beynimiz bu siqnalı keçmiş təcrübələrimiz, böyüdüyümüz mühit əsasında çox sürətlə proqramlaşdırır. Saniyənin 1/1000 qədər qısa bir müddətdə. Wow, 1/1000. Bu çox sürətlidir. Bəli. Beyin həmin an o kiçik məlumat parçalarını emal edir və çox böyük bir hökm çıxarır. Bu, bizim təkamülümüz və sağ qalma instinktimizlə birbaşa bağlıdır. Qədim dövrlərdəki kimi, yəni dost yoxsa düşmən olduğunu anlamaq üçün. Dəqiq. Günlərlə oturub müşahidə apara bilməzdik axı. Əgər amigdala, yəni beynin təhlükəni analiz edən hissəsi, təhlükə hiss etmirsə, o ani qovulcum yaranır. Deməli, o cəld yaranan simpatiya heç də sehirli bir şey deyilmiş. Yox, tamamilə bioloji bir mexanizmdir. Çox maraqlıdır. Deməli, sizin təqdim etdiyiniz bu tək cümləlik mənbə mürəkkəb məlumatlara ehtiyac duymadan gündəlik həyatımızdakı münasibətlərə fərqli bir bucaqdan baxmağımız üçün əla bir bələdçi oldu. Tamamilə razıyam. Bizim bütün sosial həyatımızı idarə edən o gizli mühərriki görməyimizə kömək etdi. Bəli, bu çox dərin bir mövzudur. Və mən sonda birbaşa sənə, dəyərli dinləyici müraciət etmək istəyirəm. Bu təhlili tamamlayan, amma adını çəkmədiyimiz yeni bir sual buraxmaq istəyirəm sənin üçün. Buyurun, eşidirik. Növbəti dəfə yeni tanış olduğunuz birini dərhal sevdiyiniz zaman dayanın və özünüzdən soruşun. Bəlkə də o insanda sizi cəlb edən şey əslində sizin özünüzdə gizlətdiyiniz və ya görmək istədiyiniz hansısa xüsusiyyətin əksidir.